Əziz müəllimlər və şagirdlər, bugünkü video izahatda sizə 14 dekabr tarixində 11-ci sinifə aid güvənin keçirdiyi buraxılış sınavının izahını çəkib paylaşacağım. Siz də bu cür dərs videoların ardından gəlmək istəyirsinizsə, kanalımıza abunə olub, bəyənib, paylaşmağı və yazmağı yaddan çıxarmayın. İndi baxalım bir-bir testlərimizin izahına. 31-ci sualda deyir ki, antonim cütlüklərdən hansıların hər iki tərəfini amonimliyi olan söz kimi düşünmək olmaz. Yəni antonim sözü olsun və hər iki tərəfi amonim olmasın. At məsəl üçün amonim sözdür, bizə deyir amonim olmasın da. Yaş, quru antonim sözdür və hər iki tərəfin amonimliyi olan söz kimi düşünmək olur. Quru da məsəl üçün amonimdir. Qurumaq bir də quru yaş mənasında. Gen dar. Gen məsəl üçün amonimdir. Dar sözü də amonimdir. Yad, doğma. Doğma sözü amonim deyil. Amma yad sözü yaddaş, bir də insanın yadı, bu amonim kimi işlətmək olar. Gen insanın geni, bir də gen küçə. Dar ağacı, bir də dar ensiz yer. Antonimdir, amma hər iki tərəfi amonim kimi işlənə bilən sözlərdir. Ona görə burada cavab C variantıdır. Gen sözü də amonimdir, dediyim kimi dar sözüdür. Daha sonra hansı cümlədə təsiri halda olan isim işlənmişdir? Təsiri halda olan isim saatın iri kəfkiri hərəkət etdikcə otağa ahəngdar çıxıltı yayılırdı. Yayılırdı nə? Çıxıltı. Burada ümumiyyətlə təsiri halda olan söz yoxdur. Rəsmi bir şəxs bildirmişdi ki, rəsmi burada sifət kimidir. Burada şübhəli işlə məşğul olurlar. Burada sifət yoxdur. Ümumiyyətlə təsir halda olan söz yoxdur. Xahiş edirəm, buradakı həyat tərzi və yaşayış haqqında danışasınız. Həyat tərzi haqqında, həyat tərzi, yaşayış haqqında. Burada yoxdur təsir yal. Onun yaşla dolmuş və torlanmış gözü qatı qaranlıqda atı güclə seçdi. Nəyi atı? Təsir halda olan isimdir. Kiçik daxmalarda yanan çıraqlar göydəki ulduzlar kimi parıldayırdı. Burada da daxmalar yeri aldı. Çıraqlar adlıq aldı. Göydəki sifətdir, bizə isim deyir. Ulduzlar adlıq aldı. Baxalım 33-cü suala. Nümunə ilə bağlı düzgün fikirlər istəyir. Zərfi mənada iki növünə aid nümunə işlənmişdir. Kipayninin kölgəsi uzanıb alçaq daxmaların belinə sərilir. Burada ümumiyyətlə zərfin hər iki mənalı növü yoxdur. Bəzən divarların dibi, bəzən zaman zərfi var. Divarların dibi ilə sürünür, bəzən də küçənin kənarı ilə irəliləyirdi. İrəliləmək feildir burada. Zərfin bir mənalı növü var. Təəssüflənən feillərin hamısı qayıdış növləri. Kipayninin kölgəsi uzanıb, təəssüflənən feillər deyil. Alçaq daxmaların belinə sərilir. Bəli, sərməkdən sərilmək, kölgə özü qayıdış növü kimi götürə bilərik. Bəzən divarların dibi ilə sürünür, bəli. Düşünün, bəzən də küçənin kənarı ilə irəliləyirdi. İrəliləyirdi sözündə, amma məlum növdür. Ona görə B də getdi. Mənsubətlərə görə dəyişən sözlərdən biri isim deyil. Kipayninin kölgəsi, kölgə isimdir. Uzanıb alçaq daxmaların belinə, mənsubətə görə dəyişən sözlərdən biri isim deyil. Sərilir, bəzən divarların dibi ilə sürünür, bəzən də küçənin kənarı ilə irəliləyirdi. Küçənin kənarı, divarların dibi, kipayninin kölgəsi, alçaq daxmaların belinə, mənsubə şəkil sözlər isim daxil. Həm əlamət, həm də keyfiyyət bildirən sifət var. Kölgəsi uzanıb alçaq daxmaların belinə sərilir. Alçaq əlamətdir. Bəzən divarların dibi ilə sürünür, bəzən də küçənin kənarı ilə irəliləyirdi. Keyfiyyət yoxdur burada. Əsas nitq sənətkisinin aid nümunə yoxdur. Kipayninin kənar isimdir, küçə isimdir. Əsas nitq sənətkisinin aid nümunə yoxdur. Kipayninin isim, kölgəsi isim, alçaq sifət isim, daxma isim, belinə isim, sərilir feil, uzanıb da feildir. Bəzən zərf. Demək nə oldu? İsim oldu, isim, sifət, feil, zərf, dibi ilə sürünür, bəzən küçənin kənarı ilə irəliləyirdi. Demək, burada əvəzlik varmı? Burada əvəzlik yoxdur. Daha sonra əvəzlik görmürəm. Və burada say uzanıb belinə sərilir, dibi ilə sürünür, bəzən küçənin kənarı irəliləyirdi.
say da yoxdur burada. Bəli, ikisinə aid nümunə yoxdur da, cavab Y variantıdır. Sonra baxalım. Əsas nitqinə aid, ikisinə aid nümunə yoxdur. Bir də deyək ki, sayım kifayən isim, feil, alçaq sifət. Demək, isim getdi, sifət getdi, feil getdi, bəzən zərf, bəzən küçənin kənarı ilə. Burada sifətin sayı yoxdur, kənar isimdir. Hansı cümlədə əvəzliyin daha çox məna növünə aid nümunələr işlənmişdir? Məktəbin ən sevimli nümunələrindən biri qeyri-müəyyən, niyə sual, 2 dənə. Bəlkə sən qəsdən demirsən ki, məni şəxs bütün işlər təyini işlərdən qovsunlar. Burada 2 dənədir. Bir anlıq elə hiss yarandı ki, elə işarə, atası haradasa sual, dayanıb ona şəxs, bunu saxlayaq ola bilər. Özü təyini narahat olur ki, kimisə qeyri-müəyyən fəlakətə sala bilər. 2 dənədir burada da. Bu sükut il qədər uzun çəksə də bu işarə heç nə söyləmədən, heç nə qeyri-müəyyən, cavab elə C variantıdır. Uyğunsuzluğu müəyyən edin deyir. Rəsmxət sözünün yazısı tərəfsi fərqlənmir. Rəsmxət sözündə bəli, rəsmxət olacaq. Bu doğru fikir istəyir bizdən. Baxaq bir-bir. Rəsmxətdə i gəldiyi üçün fərqlənmir, amma fərqlənir. Bura yanlış anladı. Uyğunsuzluq istəyir biri götürəcəyik. Tsunami və surət sözlərin eyni sayt uzun tələffüz olunur. Tsunami. Eyni sayt uzun tələffüz olunur. Burada adı surət, burada udur. Yanlışdır yerindədir. İkini silirik. Mürəkkəb sözündə kar samitlərin sayı İngilizcə samitlərin sayından azdır. Mürəkkəb. Burada olacaq kar samitlərin sayı 2, bir dənə olacaq. İngilizcə samitlərin sayından azdır. Bəli, mürəkkəb 2 ilə P olacaq. 2 dənə kar samit. M, R, G üstünüz İngilizcə samit. Bu düz fikirdir. Doğrudur yerindədir. Söyüddük sözün kar İngilizcə samit cütü işlənib. Bəli, amma yanlış yazıb 4. Vizual sözündə səslənən sayı rəflərin sayı da çoxdur. Vizual. Yox, yanlışdır. Çox deyil. Bu yanlış yazma doğru yazılıb. Ona görə cavab da vizual olduğu kimi qalır. B variantı. Baxalım. Mən də sizlə bir yerdə baxıram testlərə. Hələ bundan əvvəl baxmamışdım. Cavablarını çıxartmamışdım. 36-cı suala baxaq. Feili bağlama işləmi cümləni müəyyən edin. Uşaq qarşısındakı bu gülümsər çöhrəli kişiyə diqqətlə baxdı. Burada feil bağlama yoxdur. Qadınlar mövzunu dəyişdilər. İndi də paltar yumaqdan məsləhətdir. Danışırlar, getdi. Elə 1-lə 2-ni çıxdıq. Dincimi almaq üçün otağa girib, taxtın üstünə uzandım. Girib, burada feili bağlamadır. Oğlan dinməz, söyləməz. Bu da səhətdir. Atasını tapışan yerinə zərfdir daha doğrusu. Cavab bilə bilən C variantıdır. 3. Zərf işlənmiş cümlələri müəyyənləşdirin. İşlənməmiş daha doğrusu. Bəzi yerlərdə qalanın qalaqlarını indi də görmək olur. Bəzisi əvəzlikdir. İndi, bəli, zərf var burada. 1-7, zərf işlənməmiş. Dağın müəyyən hissəsini avtomobillə qalxmaq mümkündür. Burada zərf yoxdur. Yayla bu hissədə kəskin formada yuxarıya qalxır. Yuxarıya zərfdir. 3-ü də silirik. Cavab bəndə qaldı. Ərazidə bir neçə müşahidə meydançası inşa edilmişdir. Zərf yoxdur. Cəllad kəndiri hazırlayanda bəndə qoymağa başladı. Zərf yoxdur. 2, 4, 5 cavab D variantı. Uyğun nöqtələrin yerinə uyum müəyyən edin. Nöqtələrin yerində burada hansı hərflər yazılmalıdır? Bir baxaq. Tələffüz olmalı. Təqsir olmalıdır. Xahiş edib, düzdür. Komik sözündə şəfqət olmalıdır. Burada 4 səhvdir. 4-ləri sildik. 1-5-dir burada. Cavab edir. Bu variantıdır. Təzyiq təzyiqə elə Q olur burada. Təqlid Q olmalıdır. 2, həddi buluq X olur. 7 bu da. 6-da da komik bəli xahiş 5 nə idi? Tərs götürmüşdük. Cavab B variantı. Nümunə ilə bağlı verilən fikir əsasən klass deyə tamamlaya bilənləri müəyyən edin.
Say əşyanın konkret miqdarını bildirir. Baxın, şəxs təyini və qeyri-müəyyən əvəzlə işlənir. Şəxs təyin əvəzi var özünün. Mən şəxsi var və qeyri-müəyyən var mı burada? Kimi acizləşmək köməksiz bir adam kimi acizləşmək üzrə olduğunu heç kəsə qeyri-müəyyən də var. Demək düz fikirlər istəyir. Say əşyanın konkret miqdarını bildirir. Yəni müəyyən miqdarı saydır. Özünün mənən sarsıldı. Mənən. Bu mənəndir. Şəxs əvəzi deyilmiş. Bir dəqiqə. Köməksiz bir adam kimi acizləşmək üzrə olduğunu heç kəsə bildirmək istəmirdi. Bir dəqiqə təzədən baxın buna. Deyir, şəxs təyini və qeyri-müəyyən əvəzliklər işlənmişdir. Şəxs təyini və qeyri-müəyyən. Təyini özünündür. Mənən sarsıldığını, mənən burada əvəzlik deyil. Köməksiz bir adam kimi acizləşmək üzrə olduğunu heç kəsə bildirmək istəmirdi. Demək, biz səhv fikirlər götürməliyik. Çünki burada şəxs əvəzlik yoxdur. Təyin əvəzlik var, qeyri-müəyyən var, amma şəxs əvəzlik yoxdur. Özünün mənən sarsıldığına, yox, şəxs əvəzlik yoxdur, bəli. Acizləşmək üzrə olduğunu heç kəsə bildirmək istəmirdi. Bəlkə var, mən görmürəm, yoxdur da. Demək, say əşyanın konkret miqdarını bildirir. Köməksiz bir adam, xeyr, cavab budur. Say burada deyil, bu ədatdır burada, say yoxdur. Xəbər şəklində olan feil id hissəcədə işlənib. Özünün mənən sarsıldığını, köməksiz bir adam kimi acizləşmək üzrə olduğunu heç kəsə bildirmək istəmirdi. Xəbər şəklindədir. D hissəci ilə işlənmişdir. Düzdür. 2-ləri silirik. 1 olmayanları silirik. Həm feilin, həm də zərfin xüsusiyyətini daşıyan söz yoxdur. Yəni feili bağlama yoxdur deyil burada. Özünün mənlə sarsıldığını, köməksiz bir adam kimi acizləşmək üzrə olduğunu heç kəsə bildirmək istəmirdi. Bəli, feili bağlama yoxdur burada. 3-ü də sildik. Yəni 3 düz fikirdir də. İsm konkret qeyri-müəyyən təsir halları. İsm konkretdir. İsm. Özünün mənlə sarsıldığını, köməksiz bir adam kimi. Xeyr, adam burada adlı haldır axı. Qeyri-müəyyən təsir deyil. 4. Feillərdən biri qayıdışını, digərləri məlumdur. Mənlə sarsıldığını, köməksiz bir adam kimi acizləşmək üzrə olduğunu heç kəsə bildirmək istəmirdi. Bu ancaq məlum növdədir. Burada qayıdışını olan feillər yoxdur axı. Sarsılmaq sadə sözdür, məlum növdür. Acizləşmək məlum növdür. Olmaq da məlum növdür. 1-ə 5. Cavab A variantı. Çoxaltma dərəcəsində sifət işləmiş hansı cümlədə ismi xüsusiyyətini daşıyan qeyri-müəyyən miqdar sayı işlənir? İri gözlərində olduqca mülayim və mehriban bir baxış vardı. Demək, çoxaltma dərəcəsini tapdıq və qeyri-müəyyən miqdar sayı. Qeyri-müəyyən miqdar sayı yoxdur burada. Keçən il daha aşağı bal toplamışdım. Çoxlar da bunu bilmirdi. Çoxaltma dərəcəsi yoxdur burada. Çox yüksək tələbələrimiz var. 5-cilər bunlara cavab verə bilmirlər. Qeyri-müəyyən miqdar sayı işlənib. İsmi xüsusiyyətini daşıyan bəli, amma qeyri-müəyyən miqdarı 5-ci sıra sayı getdi. Birinə bir kəlmə söz deyə bilmirsən. Hamısı irada çox səs cavab verir. Hamısı irada. Həmin gün malların bir qədərini bəli, ismi xüsusiyyətini daşıyan qeyri-müəyyən miqdar saydı. Çox ucuz, burada çoxaltma dərəcəsi cavab Y variantı. Bu oldu dil qaydaları, daha sonra mətn suallarının izahını paylaşacağım.